Saatlı rayonunda Azərbaycanın nadir arıçılıq təsərrüfatlarından biri fəaliyyət göstərir. Bu təsərrüfatın əsas fərqləndirici cəhəti isə ölkədə yalnız burada geniş biyan sahələrindən toplanan nektar hesabına özünə məxsus biyan balının istehsal olunmasıdır. Müalicəvi xüsusiyyətləri və fərqli dadı ilə seçilən bu bal son illər istehlakçılar arasında böyük maraq qazanaraq bölgənin brend məhsullarından birinə çevrilib. Bölgə müxbiri unikal arıçılıq təsərrüfatında olub, arıçı ilə həmsöhbət olaraq qeydlərini qələmə alıb. Arıçı Ehtiram Məmmədov deyir ki, arıçılıqda da digər sahələrdə olduğu kimi dövlət tərəfindən göstərilən dəstək bu sahənin inkişafına yol açır. Arı ailələrinə görə verilən subsidiya, güzəştli kreditlərin verilməsi, eyni zamanda paytaxt Bakıda yarmarkaların təşkili bölgələrdə fəaliyyət göstərən arıçıların öz məhsullarını həm tanıtmağa, həm də satmağa şərait yaradır. Biyan brend məhsuldur. Yəni biyan bitkisini əhali görürük də, şəhər cəmaatı da görürük. İndi də alırlar, sifariş verirlər. Nəsə biyana insanlar çox üstünlük verir. O da məlumdur, onun kökü jinşindən 20 dəfə yüksək qidalılıq var, yüksək xeyri var. Biyan bitkisi yumşaqdır, yəni uşaqlara çox yumşaq qocalar, şəkər olanlar. Şəkəri deməli ki, tərkibində bu o biri ballara nisbətən çox aşağıdır. Yəni laboratoriyanın verdiyi analiz nəticələrindən danışıram mən. Çox xeyirli baldır, yəni müalicəvi baldır. Qeyd edək ki, 2026-2030-cu illərdə kənd təsərrüfatının balıqçılığın və akvakulturanın inkişafına dair dövlət proqramında arıçılıq sahəsinin də inkişafı prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirilib. Sənəddə arıçılıq məhsullarının istehsalının artırılması, damazlıq və ana arı yetişdirilməsinin genişləndirilməsi, arı xəstəliklərinə qarşı profilaktik tədbirlərin gücləndirilməsi, məhsulların emalı və satış imkanlarının artırılması, eləcə də dövlət dəstəyi mexanizmlərinin təkmilləşdirilməsi nəzərdə tutulur. Bu tədbirlərin ölkədə arıçılığın daha da inkişafına, yerli məhsulların rəqabət qabiliyyətinin yüksəlməsinə və ixrac potensialının artırılmasına töhfə verəcəyi gözlənilir. Aydın Yavərzadə, Yusif Əliyev, Bu Gün İnformasiya proqramı üçün.